Bugün cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri də gözəllik salonlarında göstərilən qanunsuz kosmetoloji xidmətlərdir. Vətəndaşlar sosial şəbəkələrdə və ya küçədə rastlaşdıqları reklam postlarına aldanaraq dələduzlara müraciət edir və nəticədə sağlamlıqlarını təhlükəyə atırlar. Sonradan göstərilən xidmətdən maddi və fiziki zərər görən vətəndaşlar öz hüquqlarının bərpası məqsədi ilə Səhiyyə Nazirliyinə müraciət edirlər. Amma sağlamlığın tam bərpası həmişə mümkün olmur. Odur ki, gözəllik salonlarına müraciət edən vətəndaşlar bunları nəzərə almalıdırlar. Üzə, dodağa və bədənin digər nahiyələrinə dolğu, botoks iynələrinin vurulması, lazer üsulu ilə epilyasiya və arıqlama prosedurları tibbi kosmetologiyaya aid olduğundan bunları etdirmək üçün yalnız tibb müəssisələrinə müraciət edin. Sadalanan prosedurların gözəllik salonlarında aparılması qadağandır. Unutmayın ki, gözəllik salonlarında bərbər, vizajist və bu kimi xidmətlər göstərilməlidir. Sözü gedən prosedurları yerinə yetirən tibb müəssisələrinin lisenziyalarını tələb edin. Eyni zamanda prosedurları icra edəcək həkimin dövlət sertifikasiya şəhadətnaməsini tələb edin. Klinikaya ödənişi rəsmi qaydada edin. Heç vaxt həkimə ödənişi fərdi qaydada etməyin. Əldən ələ və ya kartdan karta ödənişlər etməyin. Mütləq qaydada ödəniş haqqında qəbzi əldə edin. Bu qəbz sonradan tibb müəssisəsi ilə yarana biləcək maliyyə mübahisələrini qanun çərçivəsində həll etməyə kömək edir. Qəbz təqdim edilmədikdə dərhal Dövlət Vergi Xidmətinin qaynar xəttinə məlumat verin. Əgər müəssisə lisenziyasını, həkim isə sertifikasiya şəhadətnaməsini təqdim etməkdən imtina edərsə, o zaman vətəndaş Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə rəsmi qaydada müraciət etməlidir. Sağlamlığınız ən dəyərli sərvətinizdir. Gözəllik xatirinə onu riskə atmayın. Seçiminizi edərkən diqqətli olun. Yalnız lisenziyalı tibb müəssisələrinə müraciət edin.